Asiyanın ən şərqində, amma ən çox müzakirə olunan adası Tayvan. Rəsmi statusu daim mübahisə mövzusudur, amma qeyri-rəsmi olaraq bu kiçik ada nəhəng güclərin mübarizə meydanına çevrilib. Çin deyir bizimdir, Tayvan deyir azadıq, Amerika isə bu oyunda kölgədə dayansa da əslində ssenariyə yön verən aktyordur. Bu videoda isə biz Tayvanın arxa planına yox, ön vitrininə baxacağıq. Küçələrinə, insanlarına, mədəniyyətinə və yaşamaq üçün niyə bu qədər cazibədar olduğuna. Asiyanın ən şərqində yerləşən ada ölkələrindən biri olan Tayvan, Çinin dərhal şərqində, Yaponiyanın cənubunda, Filippinin isə düz üstündə yerləşir. Ölkə deyirəm, amma rəsmi olaraq onu tanımayan bir çox dövlət var, başda Çin olmaqla. Tayvanı müstəqil ölkə kimi tanıyanlara qarşı rəsmi Pekin sanksiya tətbiq edəcəyini, diplomatik əlaqələri kəsəcəyini bildirir. Elə bu səbəbdən Tayvan Azərbaycan da daxil olmaqla əksər ölkələr tərəfindən tam müstəqil şəkildə tanınmır. Çünki Tayvanla Çinin yaxın tarixini araşdırsaq görərik ki, Tayvan əslində Çindəki kommunistlərdən ayrılmış milliyyətçi və demokratik Çinlilərin məskunlaşdığı bir yerdir. Onlar bu məqsədlə bir çox mübarizələrdən keçiblər. Təbii ki, bugün sahib olduqları siyasi və iqtisadi gücü Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə əldə ediblər. Amerika açıq şəkildə deyil, amma uzun illər boyu Tayvanın arxasında dayanıb. Çünki Tayvan adası Asiyada dəniz ticarətinin ən vacib mərkəzlərindən biridir. Yaponiya, Tayvan və Filippin üçbucağı Asiyadan dünyaya çıxışın əsas qovşağıdır. Bu səbəbdən Tayvanın tam şəkildə Çinin əlinə keçməsi Çin iqtisadiyyatını daimi şəkildə zirvədə saxlayar və Amerika Birləşmiş Ştatlarının qarşısında onu əzilməz hala gətirər. Tayvan məsələsi həm Amerika, həm də Çin üçün həyati əhəmiyyət daşıyır. Bugün Tayvan xalqı özlərini Çinlə bir görmürlər. Öz bayraqları, himnləri, pulları və dili var. İdarəetmə baxımından da Çin kimi tək partiyalı sistem yox, demokratik üsul idarə mövcuddur. Əslində Tayvan cəmiyyəti Çin mədəniyyətindən qopmayıb. Gündəlik yeməklərindən tutmuş etnik kimliklərinə qədər Çinlə çox oxşardılar. Yəni onların Çindən ayıran din, dil və ya irq deyil. Əsas fərqlər mədəni və siyasi baxışlarla bağlıdır. Tayvan xalqı avtoritar rejimi qəbul etmir. Azad və demokratik şəkildə idarə olunmaq istəyir. Çin zaman-zaman bir ölkə iki sistem təklifi ilə gəlir, amma Tayvanlılar buna inanmırlar. Çünki vaxtilə Hong Kong da eyni vədlərlə Çinə bağlandı, lakin sonradan orada demokratiya və azadlıqdan əsər əlamət qalmadı. Buna görə də Tayvan xalqı bu cür razılaşmalara ciddi etiraz edir. Mitinqlər keçirirlər. Ölkədə keçirilən ümumi seçkilərdə isə demokratiya tərəfdarları həmişə qalib gəlir. Çinlə yaxın siyasət yürütmək istəyən partiyalar Tayvanda seçkilərdə açıq şəkildə uduzurlar. Xəritəyə baxsaq Tayvanın o qədər də böyük ölkə olmadığını görərik. Cəmi 36 min kvadrat kilometr əraziyə sahibdir. Amma bu kiçik ərazidə təxminən 25 milyon insan yaşayır. Paytaxtı Taypen şəhəridir və ən çox turist də məhz bu şəhəri ziyarət edir. Çinlə hər hansı problemli dövr olmadığı müddətdə Tayvan turistlər üçün təhlükəsiz və açıq ölkə sayılır, amma əhalinin çoxu ingilis dilini bilmir. Üstəlik, asiyalıların tələffüz etdiyi ingilis dili də bəzən çətin başa düşülür. Dini baxımdan da ölkə fərqli bir xətt üzrə gedir. Əhalinin 90%-dən çoxu buddist və taoistdir. Yəni səmavi dinlərə bağlı olan bir xristian və ya müsəlman bu ölkədə özünü bir qədər qəribə hiss edə bilər. Amma Tayvandakı imkanlar o qədər yaxşıdır ki, Çin kimi bir riskə baxmayaraq orada yaşamaq arzusu insanı cəzb edir. Ölkədə bir çox xidmətlər kart sistemi ilə işləyir. Məsələn, sağlamlıq sahəsində insanlar narahatlıq yaşamır. Dövlət tərəfindən verilən sağlamlıq kartı ilə demək olar ki, bütün səhiyyə xidmətlərindən çox cüzi ödənişlərlə yararlanmaq mümkündür. Ya da Taypey şəhərində yaşayırsınızsa, bütün ictimai nəqliyyat vasitələrini tək bir Yoyoka kartı ilə istifadə edə bilərsiniz. Həm metro, həm avtobus, həm də ictimai velosipedlər üçün bu kart keçərlidir. Tayvanlılar evdə yemək bişirməyə meyilli deyillər. Çoxları yemək bişirməyi belə bacarmır. İşdən çıxan insanlar evə getməkdənsə çöldə yeyib gedir. Sonra da evə dönüb şəxsi işləri ilə məşğul olurlar. Üstəlik çöldə yemək yemək evdə yemək bişirməkdən daha sərfəli hesab olunur. Ölkədə kənd təsərrüfatı bolluğu olduğuna görə qida tapmaq çətin deyil, amma eyni şeyi kirayələr haqqında demək olmaz. Tayvanda ümumilikdə iki tip yaşayış yeri var: bölüşdürülmüş mənzillər və ailələr üçün evlər. Ona görə də bir çox insanlar şəhərin 20-30 dəqiqə uzaqlığındakı ərazilərdə yaşayır. Beləliklə kirayə xərclərini azaldırlar. Çünki ölkənin torpaq sahəsi kiçik, əhalisi isə çoxdur. Təbii yaşıl ərazilərə toxunmurlar və hündür mərtəbəli binalar tikmək istəmirlər. Bu səbəbdən kirayə qiymətləri həddindən artıq yüksəkdir, çünki ölkədə mənzil bolluğu yoxdur.
Eləcə də yollarda nəqliyyat problemi heç vaxt bitmir. Elə ki maşınınız varsa və işə gedirsinizsə, iş yerinə çatdıqda maşını park edəcək yer tapa bilmirsiniz. Xüsusilə paytaxtda yol kənarları başdan-başa park edilmiş avtomobillərlə doludur. İnsanların alıcılıq qabiliyyəti yüksəkdir və avtomobil alırlar. Amma ölkə kiçikdir və bu qədər avtomobili yollara yerləşdirmək onlar üçün əməlli başlı əzabdır. İnsanların əyləncə anlayışı isə gecə klublarında dəli dolu şəkildə əylənməkdən ibarətdir. Asiya ölkələri ilə bağlı yazılmamış bir qayda var ki, bu coğrafiyanın insanları gecə həyatını həqiqətən sevirlər. Hətta ölkədəki məkanlara kişilərin tək başına girməsi də mümkündür. Bundan əlavə, girişdə insanlara əvvəlcədən pulsuz içki təklif edilir. Məqsəd insanların məkanın ab-havasına uyğunlaşaraq daha çox içməsinin qarşısını açmaqdır. İnsanların görünüşünə baxdıqda əsasən gənc nəsildən ibarət olduqlarını, xüsusilə qadınların çox baxımlı və dəbli geyindiyini görə bilərsiniz. Bu səbəbdən Tayvanda klublarda əyləncə heç vaxt bitmir və hər kəs bu vəziyyətlə razıdır. Şəhərlərdə gəzərkən diqqətinizi çəkəcək ən əsas məqamlardan biri yollarda çoxsaylı məbədlərlə qarşılaşmanız olacaq. Bu ölkədə inanc anlayışı insanların həyatında mühüm yer tutur. Tayvanlılar yol kənarındakı bu məbədlərə gələrək ibadət edirlər. Məbədlər vizual baxımdan doğrudan da təmiz və baxımlı görünür. İnsanların dinlərinə bu qədər bağlı olması onlarda bəzi xurafatların yaranmasına da səbəb olub. Tayvanlı insanlar uzaqdan baxanda tamamilə normal görünürlər, amma onlarla dostluq etdikcə və onların dünyasına girdikcə demək olar ki, hər bir insanda müəyyən psixoloji saplantıların olduğunu müşahidə edirsiniz. Məsələn, yaşlı insanlar saat hədiyyəsini qəbul etmirlər, çünki Tayvanda saat anlayışı yas və dəfni xatırladır və insanlarda mənfi hisslər yaradır. Eyni şəkildə rəsmi binalarda və qurumlarda 4 rəqəmi istifadə olunmur. Başqa sözlə, 4 rəqəmini həyatlarından çıxarıblar, çünki Çin mədəniyyətində 4 ölüm mənasına gəlir. Çox güman ki, bu batil inancları daha əvvəl Çin videolarında eşitmisiniz, çünki Çin mədəniyyətindəki dini təəssübkeşlik Tayvanda da mövcuddur. Amma bu batil inancları bir kənara qoysaq, Tayvanda peşə bölgüsündə cinsiyyət ayrı seçkiliyi yoxdur. Məsələn, əgər kişisinizsə və Tayvanda saçınızı kəstirmək istəyirsinizsə, bərbərə gedəndə saçınızı kəsən şəxsin qadın olduğunu görə bilərsiniz. Çünki bu ölkədə bərbərlərin əhəmiyyətli bir hissəsi qadınlardır. Təbii ki, gigiyena baxımından Cənub-Şərqi Asiya ölkələrindən daha irəlidədirlər. Görünür ki, Tayvanlılar Çin və Yaponiya kimi ölkələrdən də təsirləniblər və yaşadığımız müasir dövrə uyğun şəhər düzəni və qida mədəniyyəti qurmağı bacarıblar. Həqiqətən də yollar və küçələr daim təmizdir. Xüsusilə paytaxtda gəzərkən inkişaf etmiş bir ölkədə olduğunuzu dərhal hiss edirsiniz. Şəhərin gözəlliyi ondan ibarətdir ki, həyat heç vaxt dayanmaq bilmir. 7/24 ehtiyac duyduğunuz nə varsa küçələrdə tapa bilərsiniz. Buna küçə yeməkləri də daxildir, market alış-verişi də. Hətta gecənin bir yarısı insanların ən çox aldığı məhsullardan biri də ağcaqanad əleyhinə spreylərdir. Tayvanda ağcaqanad problemi həqiqətən də böyükdür. İnsanların gündəlik kabusuna çevrilib desək yanılmarıq. Bunun səbəblərindən biri Tayvanda təbiətə qarşı böyük bir qoruma hissinin olmasıdır. İnsanlar təbiətə aid olan heç bir şeyi məhv etməməyə, zərər verməməyə çalışırlar. Bunun ən bariz nümunəsi isə şəhərlərdəki yüksək yaşıllıq nisbətidir. Tayvanda gəzərkən ətrafınız Cənubi Koreyadakı kimi hündür mərtəbəli binalardan ibarət olmur. Hər addımda sizi yaşıllıqlar, ağaclar qarşılayır. Təbii ki, təbiətin şəhərlə iç-içə olduğu bir ölkədə ağcaqanad kimi kiçik canlılar da çatışmazlıq etmir. İnsanların şəhər həyatına birbaşa təsir edir. Amma bunu tam əminliklə deyə bilərəm ki, Tayvanlı insanlar həqiqətən xoşbəxtdirlər. Başlarında Çin kimi bir problem var, amma bu gündəlik həyatlarına təsir eləmir. Çünki ölkədə inkişaf etmiş iqtisadi sistem və rahat bir həyat tərzi var. Heç də kasıb deyirlər və insanların dolanışıq problemi yoxdur. Məsələn, bir elektron cihaz və ya məşhur geyim brendindən bir məhsul alanda onun üzərində Made in Taiwan yazısı görə bilərsiniz. Bu da ondan irəli gəlir ki, dünyanın bir çox elektron məhsulları Asiya mərkəzli ölkələrdə istehsal olunur. Bu ölkələrdən biri də Tayvandır və ölkədə istehsala əsaslanan iqtisadiyyat mövcuddur. Məsələ təkcə iqtisadi deyil, insanlar mədəni cəhətdən də savadlıdırlar. Onsuz da mürəkkəb tarixi keçmiş olan cəmiyyətlərdə sonradan qurulmuş sistemlər insanların şuur və təhsil səviyyəsinin yüksək olmasına gətirib çıxarır. İnsanlarla bağlı daha bir xüsusiyyət isə odur ki, emosional anlamda özlərinə çox önə atmırlar. Yəni, Tayvanlılar hətta öz uşaqlarına qarşı da çox açıq şəkildə sevgi ifadə etmirlər. Əgər bir Tayvanlı ailəyə qonaq getsəz, valideynlərin uşaqlarını sərbəst buraxdığını və onları çox sıxmadığını görə bilərsiniz. Buna görə də Tayvanlılar qarşısındakı insanları sevsə belə, sevgilərini çox biruzə verməzlər. Bu mənada ciddi və soyuqqanlı xarakterə sahibdirlər. Bunun bir oxşarını Yaponiya və Cənubi Koreyada da görə bilərsiniz. İnsanların təhsilli olması
azalması ilə bağlı fikir əldə etmək üçün küçələrdəki zibilin azlığına misal çəkmək olar. Bu ölkədə demək olar ki, yollar zibil anlayışından tamamilə uzaqdır. Küçələrdə başqa bir çatışmazlıq da diqqətinizi çəkə bilər. Əgər küçə heyvanlarından qorxursunuzsa, Tayvan bu baxımdan xoşunuza gələ bilər. Çünki Tayvanda küçə heyvanlarının sayı olduqca azdır. İnsanlar əsasən ev heyvanı saxlayır və küçələrdə başıboş gəzən heyvanlara çox rast gəlmirsiniz. Yəni Tayvan küçələrində pişik və it sayı həqiqətən azdır, amma yenə də standart 60-70 kvadrat metrlik evlərdə yaşayırlar. Bundan əlavə Tayvan musson iqlimi zonasında yerləşdiyi üçün ölkədə istənilən an güclü yağışlar və fırtınalar başlaya bilər. Bu səbəbdən insanlar adətən heyvanlarını bağlayırlar. Onsuz da evləri çox kiçik olduğundan heyvanlar da eyni dərəcədə balaca olur. İnsanlar evdə yer açmaq və heyvanların yağışda islanmaması üçün heyvan istifadəsini geniş yaymayıblar. Üstəlik evlərdə xalça mədəniyyəti də yoxdur. Yəni bir Tayvanlının evinə getsəz, çox güman ki, xalça və kilim tipli şeylər görməyəcəksiniz, çünki ölkədə nəmlik olduqca yüksəkdir. Havada olan nəmin çoxluğu ölkədə rütubətə və xalçaları tez qoxuya düşməsinə səbəb olur. Bu səbəbdən Tayvanda iqlimə uyğun həyat tərzi formalaşıb və insanlar xalça istifadə etməyi sevmirlər. Ölkədəki bu qədər yüksək nəmlik insanları kondisioner istifadəsinə məcbur edir. Bu səbəbdən Tayvanda demək olar ki, hər ailənin evində kondisioner var. Çünki kondisionersiz bir yay keçirmək fikri belə onlara qorxu gətirir. Qısacası Tayvan yaşamaq üçün çox təmiz və nizamlı bir ölkədir, lakin coğrafi baxımdan həm iqlim, həm də Çində yaşanan gərginliklər bəzən keyfinizi poza bilər. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun.